Axşamı xeyir Novruz. Bu günləri Ukraynada əsas müzakirə olunan mövzu yenə də Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın təqdim etdiyi sülh planı ilə bağlıdır. Xüsusi olaraq Ukrayna Ali Radası parlamenti müharibə zamanı, hərbi vəziyyət zamanı ölkədə seçkilərin keçirilməsinin mümkünlüyünə dair bəyanatla çıxış edib və bu mövzuya dair demək olar ki, onlarla Ukraynalı deputat öz mövqeyini açıqladı və bildirdilər ki, ümumiyyətlə müharibə dönəmində, hərbi vəziyyət dönəmində Ukraynada hər hansı bir seçkin keçirilməsinə bağlı hər hansı bir qanunverici aktı yoxdur. Yəni bunun heç bir hüquqi izahatı yoxdur və ona görə də məhz müharibə dönəmində hər hansı bir seçkilərin keçirilməsi üçün tərəflər oturmalı və hər hansısa bir yeni qanun layihəsi qəbul etməlidir. Həmçinin Ali Rada hesab edir ki, əsas məqsəd müharibə dönəmində seçicilərin hüquqlarının hamısının təmin edilməsidir. Bu da isə mümkünsüz görünür. Çünki bu müharibədə olan var və ölkədən kənarda gedənlər var, qaçqın həyatı yaşayanlar və ümumiyyətlə raket altında səs vermədə insanların, seçicilərin təhlükəsizlik məsələləri var. Bu və digər məsələlər ətrafında ciddi belə ziddiyyətlər mövcud olduğu üçün Ukrayna parlamentası hesab edir ki, mövcud vəziyyətdə müharibə dönəmində ölkədə prezident və yaxud da parlament seçkilərinin keçirilməsi mümkünsüz görünür. Novruz, digər bir məqam isə sülh planıyla bağlı Avropa Birliyi ölkələrlə Ukraynanın vahid mövqedən hazırladığı təklifi Amerikaya verilməsidir. Artıq bununla bağlı Ukrayna rəsmiləri də açıqlama veriblər ki, artıq bəzi dəyişikliklər edilərək Avropa liderlərlə birgə müzakirələrdən sonra artıq sülh planı Amerika tərəfinə təqdim olunur və yaxın günlərdə Donald Trump'la Avropa liderlərinin arasında görüşün, ümumiyyətlə sülh planı ətrafında müzakirələrin aparacağı bildirilir. Burada iki əsas məqam yenə də müzakirə olunur. Birincisi ərazi mübadiləsi, ərazilərin güzəştə getməsi Ukraynanın, həmçinin Zaporojye Atom Elektrik Stansiyasından istifadə məsələsi. Bu və digər məsələlərdə hələ ki müzakirələr açıq olaraq qalır. Detallar xırdalıqla bildirilmir. Ona görə də hansı dəyişikliklərin edildiyi Avropa liderləri tərəfindən Ukrayna prezidentinin birgə müzakirəsində bu barədə detallı açıqlamalar verilmir. Cəbhədə də vəziyyət ağırdır. Rusiya Silahlı Qüvvələri bu gecə 3 ballistik raket və 150-dən artıq hücum dronu ilə hava zərbələri endirdi və yenə də enerji infrastrukturlarına ciddi ziyan dəyib, xüsusilə Poltava vilayətinin Kremenchuk şəhərində və həmçinin Odessada enerji infrastrukturlarına ciddi ziyan dəyib. Bu günləri havanın buludlu, dumanlı olması səbəbindən Pokrovski şəhərinə Rusiya Silahlı Qüvvələrinin daxil olması cəhdi olub və bu cəhdin qarşısı Ukrayna Silahlı Qüvvələri tərəfindən alınıb. Lakin şəhər ruhunda ağır döyüşlər yenə də davam edir. Novruz, mənim çatdıracağım bu qədər, söz sizdədir.